Nə qədər ki Azərbaycanda pedofillərə qarşı ölüm hökmü oxunmayacaqsa, onlara ölüm hökmü verilməyəcəksə, balalarımız təhlükədədir, balalarımızdan ehtiyatlı olun. Yəni bu günləri bir pedofil ki, bir üzdən iraq ki, bir uşağa qarşı bunu edib və çölə bıraxıblarsa, yəni azad şəkildə bıraxıblarsa, deməli sizin evladlarınız təhlükədədir. Bunları belə deyək, ölüm hökmü lazımdır. Bunlar belə düzəlməyəcəklər. 3 il, 5 il, 10 il, onlar çıxıb yenə də öz mundar hərəkətlərini eləyəcəklər. Yenə də öz bəd əxlaq hərəkətlərini eləyəcəklər. Onları ancaq öldürmək lazımdır. Onları diri-diri bastırmaq lazımdır. Onları qana bələnməsi lazımdır. Öz balalarımıza ehtiyatlı olun. Bu uşaqlara qarşı kim təcavüz eləyir, kim uşaqlara qarşı pis hərəkət eləyir, hələ sizin balalarınızın, yaxınlarınızın, bacı oğlanlarınızın, qardaş qızlarınızın başına gəlsin o hadisə. O gün olsun bu hadisə sizin yaxınlarınızdan çıxsın. Vallahi deyirəm, cəmaat övlad ona görə böyütmür ki, hansı şərəfsiz, hansı bir manyak gəlib bir uşağı təcavüz eləsin. Və əfsus olsun ki, bunun qarşısı alınmır. Hara baxırsan uşaq təcavüzü, hara baxırsan uşaq təcavüzü. Nə görüblər bu uşaqlardan? Allah'ın adam əsər keçirir.